Ramiz Mehdiyev kimi varlı şəxslər həbsxanaya düşdükdə adətən maddi imkanları və əlaqələri sayəsində orada daha rahat şəraitdə qalırlar. Belə hallarda onlara xüsusi münasibət göstərilir, hətta yeməkləri çox vaxt çöldən gətirilir. Bu səbəbdən cəza real məhrumiyyət şəraiti kimi deyil, formal həbs kimi görünür. Mövzuya aydınlıq gətirmək üçün Bölgə TV-yə danışan vəkil Ramiz Süleymanov bildirib ki, həbsxanalarda müəyyən ödəniş müqabilində daha komfortlu cəza çəkmə otaqları mövcuddur. Hər kəsə məlumdur ki, həbsxanaların daxilində müəyyən ödənişlərlə daha rahat cəza çəkmə yerləri və ayrıca otaqlar var. Amma bir şəxs üçün ən dəyərli hiss onun azadlığıdır. O qızılın içində də qalsa, bunun bir mənası yoxdur. Çünki əsas olan azadlığın əlindən alınmasıdır. Bu, həmin şəxs üçün ən böyük cəzadır. Vəkil qeyd edib ki, tanınmış vəzifəli şəxslərin də bu kimi imtiyazlardan yararlanması mümkündür. Bu məsələdə tanınan imtiyaz və yerləşdirmə qaydaları yəqin ki, Ramiz Mehdiyevə də tətbiq olunacaq. Bunu zaman göstərəcək. Hazırda dustaq ailələri tərəfindən cəza çəkmə müəssisələrinin ərzaqları aparılır, onlara pul göndərilir ki, daxili mağazalardan alış-veriş etsinlər. Bu qayda hər kəs üçün keçərlidir. Ramiz Süleymanov sonda vurğulayıb ki, cəza çəkmə müəssisələrindəki rejim və dustaqlara tanınan hüquqlar Azərbaycan Respublikasının cəzaların icrası məcəlləsi ilə tənzimlənir. Dilbər Vüqar qızı, Bölgə TV.